Salam, hər vaxtınız xeyir olsun. Nəhayət ki, biz yenidən sizin görüşünüzə gəlmişik. Hazırda bizi Almarketlər şəbəkəsinin sosial üzrə olan şəbəkələrdə bizi izləyirsiniz canlı-canlı. Deməli, bugün təbii ki, yenidən canlı yayımla qarşınızda olmağımız əbəs yerə deyil. Bugün canlı yayımla, çünki Siyəzən Dadlı Toyuq Alqazan stimullaşdırıcı lotereyasının ilk tirajını sizə təqdim edəcəyik. Sizinlə bərabər mənəm Aysiyə Şahin və təbii ki, bugün bizim çoxlu qaliblərimiz olacaqdır. Çünki ümumilikdə bir ay davam edən lotereyada 41 şanslı qalib olacağına görə və bizim tirajlarımız 3 tirajdan ibarət olduğu üçün hər dəfə biz sizə bir çox şəxslərin, hətta çalışacaq əməkdaşlarımız çalışacaqdır ki, canlı yayımda belə onları qoşaq efirə ki, siz də görəsiniz, biz də onların səsini eşitdik. Amma ətraflı şəkildə məlumatları təbii ki, Almarketlər şəbəkəsinin əməkdaşları sizə zəng edərkən orada informasiyanı verəcəklər. Deməli, az əvvəldə qeyd etdim ki, lotereyamız 3 turdan ibarətdir. Ümumilikdə bir ay davam edəcək lotereyanın 41 şanslı qalibi olacaqdır və lotereya 7 may tarixinə qədər davam edəcək. Bugün isə 16 aprel tarixi də daxil olmaqla alış-veriş edən şəxslər arasından bizim qaliblərimiz seçiləcəkdir. Məncə, hər kəs həyəcanla gözləyir ki, görəsən bugün hansı hədiyyələri qazanmaq şansımız olacaqdır. Mən ümumilikdə hədiyyələrimizin istəyirəm ki, üzərindən keçim. Düzdür, siz fonda da müəyyən qədər hədiyyələrimizi görürsünüz, amma ümumilikdə saysaq, iPhone 17, özü 256 yaddaşlı olan iPhone 17 qazanacaqsınız, 3 ədəd. Daha sonra LG soyuducu 3 ədəd, Airfryer Xiaomi firmasından 3 ədəd var yarışımızda, mikrodalğalı soba LG 3 ədəd, daha sonra davam edirik ət çəkən Bosch firmasından yenə 3 ədəd sizə təqdim olunacaqdır. Qulaqlıq Apple AirPods sizə təqdim olunacaqdır, deməli 3 ədəd, geri gəlmişkən Apple AirPods 4-dür və 100 manatlıq alış-veriş kartı qazana bilərsiniz, bu isə 21 ədəddir. Və nəhayət ki, sonda ən möhtəşəm hədiyyəmiz isə Changan Unize avtomobili olacaqdır ki, 2025-ci ilə məxsus bu avtomobili siz qazana bilərsiniz. Özdə əlavə hər hansısa bir bilet almaqla deyil, sadəcə olaraq istənilən, bilirsiniz ki, Almarketlər şəbəkəsinin ən ucqar kəndimizdə belə filialları var ki, siz gedib bizim yaxınlaşırsınız istənilən filialımıza, alış-veriş edirsiniz. Amma unutmursunuz, Siyəzən Dadlı Toyuq məhsullarından alış-veriş edərkən 10 manatlıq hər dəfə Siyəzən Dadlı Toyuq məhsullarından 10 manatlıq alış-veriş etdiyiniz halda siz bir şans qazanırsınız. Təbii ki, daha çox alış-veriş, daha çox şans deməkdir və daha çox şansınız olanda daha çox qazanmaq kimi bir imkanınız var və belə alış-veriş etdiniz. Təbii ki, qazanmaq bu şans məsələsi olduğu üçün bəlkə də ola bilsin ki, bir dəfə də alış-veriş edən şəxs qazana bilər və yaxud da dəfələrdən onsuz da Siyəzən Dadlı Toyuq məhsulları dadlı olduğu üçün məncə siz alış-verişi çox etmişsiniz. Odur ki, sizin hər birinizə uğurlar arzu edirik. Amma unutmadan biz bilirsiniz ki, hər dəfə xatırladırıq ki, oyunlarımıza başlamadan əvvəl bizim üçün şəffaflıq önəmlidir və biz komissiya üzvləri bizim hazırda studiyamızda belə deyim, olduqları təqdirdə bu oyunları həyata keçirəcəyik. Mən istərdim ki, sizə dəyərli komissiya üzvlərini və komissiya sədrimizi ilk olaraq təqdim edim. Komissiya sədrimiz Bəhram bəy Mahmudbəyev, xoş gördük sizi Bəhram bəy. Dəmirov Asif, Milli Azda baş redaktordur, xoş gördük sizi. Məmmədova Gülnarə xanım, GM Media Reklam Agentliyinin baş direktorudur, xoş gəlmişsiniz. Həmçinin də Leyla Mirzəzadə bizimlədir, bizim Yol Info saytının müxbiri, eyni zamanda Günel Cəlilova Səhət Az, deməli, baş redaktor vəzifəsində çalışırsınız. Xoş gördük hər birinizi və Bəhram müəllim, yenidən sizi salamlayıram. Sizin çıxışınızdan sonra təbii ki, biz artıq başlaya bilərik. Buyurun. Aysiyə xanım, çox sağ olunuz. Minnətdaram ki, bugün yenə buradasınız. Bugün bizdə Siyəzən Dadlı Toyuq Alqazan stimullaşdırıcı lotereyanın birinci turudur. Bəli. Ümumiyyətlə bilirsiniz də 3 turdan ibarət olacaq. Birinci turu biz açıq elan eləyə bilərik. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram və unutmadan xatırladım ki, 18 yaşdan aşağı şəxslər bu lotereyada iştirak edə bilməz. Amma 18 yaşı tamam olmuş hər kəs bu möhtəşəm lotereyada iştirak edərək möhtəşəm hədiyyələri qazana bilər. Və qeyd edim ki, seçimlərimizin tam şəffaf olacağına izləyicilərimiz əmin ola bilər. Azərbaycan Respublikasının lotereya qaydalarına tam uyğun olaraq həyata keçirilir. Bunun üçün bizim komissiya sədrimiz və komissiya üzvlərimiz də təbii ki, buradadılar. Oyunun gedişatında da bizimlə bərabər olacaqlar. Sona qədər
qədər. Hər kəs izləyəcəkdir. Siz də canlı yayımla bizi təbii ki, sona qədər izləyəcəksiniz. İzləməyiniz məsləhətdir. Əslində, indi fikirləşirsiniz ki, mən izləməsəm qalib ola bilmərəm. Yox, belə bir şey yoxdur. Onsuz da bizim dərhal əməkdaşlarımız çalışacaq ki, sizlə əlaqə saxlasınlar. Hətta həmən vaxtda ola bilsin ki, cavab verə bilməsəz, yenidən sizlə əlaqə saxlayacaqlar. Amma zəhmət olmasa, bu lotereyadan, qeydiyyatdan keçəndə misal üçün, mən az əvvəl də qeyd etdim ki, siz necə, misal üçün də bu loteriyada iştirak edə bilərsiniz. Siyəzən dadlı toyuq məhsullarından 10 manatlıq alış-veriş etdiyiniz zaman QR kodu, baxın, təbii ki, alış-veriş edən zaman bizə çek verirlər. Çekdə QR kodu olur. QR kodu skan edəcəksiniz, oxudacaqsınız, bunu qeydiyyatdan keçəcəksiniz. Və salam, qeydiyyatdan keçdiyiniz nömrəyə zəng çatması lazımdır ki, bizim əməkdaşlarımız sizinlə əlaqə saxlaya bilsinlər. Bu qədər sadə, bu qədər rahat. Ümumiyyətlə, Almarketlər şəbəkəsinin həyata keçirdiyi lotereyalar, kampaniyalar, bunlarla bağlı məlumat əldə etmək istəyirsinizsə, elə sosial şəbəkələrdən də bizi davamlı şəkildə izləməyiniz məsləhətdir. Bugün isə gələk artıq birinci tirajımız keçiriləcəkdir. Artıq biz bir neçə dəqiqə mi deyim, saniyə mi deyim, başlayıbdır ki, mən qalibləri seçəcəm. 13 şanslı iştirakçımız olacaqdır. Mən dediyim proqram vasitəsilə olacaqdır. Yəni monitorda siz bütün gedişatı demək olar ki, izləyəcəksiniz. Başla komandası veriləcəkdir, vaxt gedəcək, vaxtı da biz sizlə bərabər izləyəcəyik və qalib olan şəxslə əlaqə saxlamağa çalışacaqdır bizim əməkdaşlarımız ki, hətta yaxşı olardı ki, biz telefon bağlantısı edək, canlı efirdə təbrikini eşidək. Belə, artıq başlaya bilərik deyə düşünürəm. Hər kəs hazırdırsa, vaxt itirmədən ilk hədiyyəmizi sizə təqdim etməyimiz üçün artıq başla komandasını verək və ilk hədiyyəmiz iPhone 17, özü də qara rəngdə olacaqdır və 3, 2, 1, başla komandası deyək və həyəcanla hazırda gedişatı izləyək ki, biz görək bizim ilk qalbimiz kim olacaq? Təbriklər, təbriklər, təbriklər. Artıq fonda siz gedişatı izlədiyinizə görə gördünüz ki, bizim qalib şəxsimiz seçildi. Amma qalib kimdir? Kimdən danışacağıq? Hansı bölgəmizdəndir? Bunu bilməyimiz üçün hələ bizə bir neçə dəqiqə vaxt lazımdır. Əgər yenə deyirəm, bu dəfə alınsa, canlı efirimiz gedə-gedə, biz bu şəxslərlə telefon bağlantısı quracağıq. Biz dediyimiz Almarketin dəyərli əməkdaşları. Belə və yeri gəlmişkən hər hansı bir suallarınız olarsa, bizim əməkdaşlarımıza suallarınızla bağlı müraciət edə bilərsiniz. Növbəti hədiyyəmiz olacaqdır LG soyuducu və ümumilikdə iPhone 17 3 ədəddir, elə LG soyuducu da 3 ədəddir və bugün ilk hədiyyəmizi qazanmağımız üçün, amma bir baxım görüm. Aha, deməli, burada sıralama, məndə sıralama başqa cədir, mən bura nəzər gətirirəm. Burada sıralama necədir? Qazanmağını qazanacaqsınız, o heç, soyuducunu qazanacaqsınız birazdan. Hazırda isə sizin üçün Apple AirPods 4 oynanılacaqdır. Məncə əsas məsələ odur ki, hədiyyə qazanasınız. Odur ki, yenidən geri sayım edirəm ki, artıq qazanmağınız üçün, necə deyərlər, vaxt çox çəkməsin. 3, 2, 1. Başla komandasını verdik və gözləyirik ki, görəsən növbəti qalbimiz kim olacaq. Və mən biraz kənara çəkilim ki, siz də rahat baxasınız. Canlı. Və 3, 2, 1, təbriklər, təbriklər, təbriklər. Artıq bizim növbəti qalbimiz də var və bu deməkdir ki, 2 hədiyyəmiz öz sahibinə çatacaqdır. Bir daha xatırladıram ki, 18 yaşdan aşağı şəxslər bu lotereyada iştirak edə bilməz. Bu lotereyada iştirak etməyiniz üçün ilk olaraq istənilən Almarketlər şəbəkəsinə gedərək siyəzən dadlı toyuq məhsullarından almalısınız. 10 manatlıq alış-veriş etdiyiniz zaman artıq bir şans qazanırsınız. Daha çox alış-veriş, bəlkə sizdə ailə üzvləri çoxdur, deyəcəksiniz ki, biz siyəzən dadlı toyuq məhsullarından daha çox almaq istəyirik. Hər 10 manatlıq alış-veriş sadəcə olsa bir şans qazandırır. Belə və istənilən filialımızdan ala bilərsiniz, bunu da unutmuruq. Sadəcə olaraq bizim əməkdaşlarımız sizə zəng edəcək. Amma çox rica edirəm, şəxsiyyət vəsiqəniz üzərinizdə olsun. Yəni siz hədiyyəni 90 iş günü ərzində götürə bilərsiniz. Və 90 iş günü ərzində vəsiqənizlə yaxınlaşdığınız halda bizim sizə təqdim etdiyimiz bu hədiyyələri əldə etmə şansınız var. Məncə yetərli informasiyanı sizinlə bölüşdüm. İndi isə davam edirəm. Nəhayət ki, səhərdən də fikrim qalıb soyuducunun yanında. Soyuducu LG firmasından oynanılır hazırda sizin üçün. 3, 2, 1. Başla komandasını verərək hazırda sizin üçün növbəti hədiyyəmizi təqdim edirik. Komissiya üzvləri və komissiya sədrimiz də diqqətlə gedişatı izləyirlər və öz qeydlərini aparırlar.
Təbii ki, birazdan Bəhram mənim də fikirlərini alacağam. Və budur, təbrik edirəm, təbriklər, növbəti qəlbimizdə seçildi. Və hər bir hədiyyəmiz əslində doğrudan da möhtəşəmdir. İnsanlar alış-veriş edir. Sadəcə olaraq evinə dadlı, misal üçün, istəyəsən dadlı toyuq məhsullarını alır. Ağzınız dada gəlir, dadlıdır, qarnınız doydu və üstə zəng edirlər ki, sizi təbrik edirik. Möhtəşəm hədiyyələrdən hər hansı birini qazanmısınız. Təsəvvür edirsiniz ki, finalda da sizi zəng edirlər ki, yeri gəlmişkən bugünə qədər iştirak edən şəxslər ola bilsin ki, siz hər hansı bir hədiyyəni qazana bilməzsiniz, amma unutmayın ki, ən sona qədər siz iştirak edə bilərsiniz. Çanqan, Yunizedə bəlkə sizə zəng etdi ki, sizi təbrik edirik, bəxtiniz digər hədiyyələrdə gətirmədi, siz ümumiyyətlə ən vausunu qazandınız, necə deyərlər. Odur ki, sona qədər lotereyamız davam etdiyi müddətdə alış-verişlərinizi edə bilərsiniz. Alış-veriş edərkən bir də bir məsələni deyim. Adətən artıq mən bir neçə müddətdir ki, Almarketin həyata keçirdiyi lotereyada iştirak etdiyimə görə mənə bu cürə suallar gəlir ki, mən getdim aldım da sizin dediyiniz kimi. Bəs niyə iştirak edə bilmədim? Çünki siz QR kodu oxutmamışdınız. Bundan ola bilərmi? Alış-veriş edərkən siz siyəzən dadlı toyuq məhsullarını aldınız. Əcəb elədiniz, 10 manatlıq məhsuldur. Amma QR kodu oxudub, qeydiyyatdan keçmədiniz. Bəs biz kimə zəng edək? Biz nə bilək ki, bizdən alış-veriş edən şəxs kimdir? Zəhmət olmasa qeydiyyatdan keçərkən öz vəsiqələrinizin PIN kodunu yazın. 18 yaşdan aşağı şəxslər qoşula bilməz. 18 yaşdan yuxarı isə təbii ki, hər kəs qoşula bilər. Vəsiqələriniz özünüzdə olsun ki, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşacaqsınız. 90 iş günü ərzində hədiyyə qazanan adam 90 günü təbii ki, gözləməyəcəkdir. Dərhal gedib hədiyyəsini götürəcək. Sözsüz ki, bu da öz yerində. Gəldik çatdıq növbəti hədiyyəmizə. Mikrodalğalı soba LG firmasından oynanılır hazırda. Odur ki, başla komandası deyək və vaxt itirmədən növbəti hədiyyənin təqdimatını edək. Və bu sırada əməkdaşlarımız təbii ki, çalışırlar, zəng etsinlər, qalib şəxslə biz danışa bilək. Amma yenə deyirəm, bir də görürsünüz cavab vermirlər, vaxt gedir, kimsə işdə olur. Və budur, təbrik edirəm sizin növbəti bizim qalbimizdə var. Təbriklər. Xeyirli günlərdə istifadə edəsiniz. Və ümumiyyətlə sosial şəbəkələr üzərindən siz Almarketlər şəbəkəsinin Instagram olsun, Facebook olsun, TikTok səhifəsi olsun izlədiyiniz halda daima bizim yeni kampaniyalarımızdan, endirimlərimizdən xəbərdar olacaqsınız. Elə mən misal üçün Instagram səhifəsində ən başa tutulmuşdu. Gördüm ki, artıq lotereya ilə bağlı informasiyalar bir neçə müddətdir ki, sizin nəzərinizə çatdırılıb. Ola bilsin ki, hər hansısa yeni bir sualınız olarsa, ünvanlayın əməkdaşlarımız suallarınıza qısa zaman ərzində cavab verəcəklər. Biz zəng edirik, zəng etməyinə. Siz də zəhmət olmasa bir bizim zəngimizə cavab verin. Bir imkan tapın, sizlə danışaq, sizlə ünsiyyətdə olaq, görəsən bizim qalbimiz hardandır, neçə manatlıq alış-veriş edib, düzdür. Biz dəfələrlə deyirik ki, siyəzən dadlı toyuq məhsullarını 10 manatlıq aldığınız halda belə bir şans qazanırsınız, amma bəlkə adam daha çox alış-veriş edib. Əməkdaşımız hazırda telefonla bağlı çalışır. Mən isə gözləyirəm ki, bəlkə alındı. Alına bilərmi bizim danışığımız? Nə gözəl, nəhayət ki, mən qalbi şəxslə danışacağam. Vüsal bəy. Bəli. Vüsal bəy, necəsiz? Çox sağ olun, Allah razı olsun. Yaxşı olasınız, qadanalım. Deməli, Gəncədən qoşulmusunuz. Bəli. Gəncədə hansı tərəfdəki Almarketdən alış-veriş etmisiniz? Yeni Gəncədən. Yeni Gəncə. Bəli, Yeni Gəncədəki Almarketdən. Yeni Gəncəyə də, köhnə Gəncəyə də salam olsun, eşq olsun. Neçə manatlıq alış-veriş etmişdiniz? Valla biz nə bilim bazarlığın içində yəqin olubdu da xanım. Siz belə 10 manatlıq adama oxşamırsınız nəsə. Yəni sizin alış-veriş yaxşı olub belə. Əla. Özünüz eləmişdiniz alış-verişi? Bəli xanım, bəli. Təbrik edirik. Nə qazanıbdı bizim? Pastayan Almarketdən yararlanırıq. Bütün endirimlərindən istifadə edirik. Yəni əhsən olsun. Yəni ona görə də biz Pastayan Almarketin bütün endirimlərindən də istifadə edirik, yararlanırıq. Qardaş, istəsəz gəlin məndən aparıcılıq eləyin. Necə qəşəng sərbəst, əla şəkildə bütün informasiyaları çatdırdınız. Çox sağ olun, çox xoşdur. Gəncəyə salam olsun. Və Apple AirPods 4 qazanmışsınız. Xeyirli səslər eşidəsiniz. Xanım, maşınım yoxdur. Mən maşın arzulayırdım. Vüsal bəydir, hə? Ay Vüsal bəy.
Sizə təsəvvür eləyin ki, bir dənə də zəng gələcək. Alış-veriş hələ o külfəti dolandırın, yaxşımı? Hə, bu Siyəzən dadlı toyuq məhsullarından alın hələ. Həvəsdən düşməyim də onda. Yox, nə həvəsdən düşəcəksiniz? İlk tirajımızda ilk dəfə sizə zəng eləmişik ki, siz hədiyyəni qazanmısınız. Deməli, siz şanslı adamsınız, bəxtli adamsınız, maşallah gözə gətirməyim. Alış-verişinizi davam eləyin. Bir də gördünüz ki, Çanqan Yunizə üçün sizə zəng gəldi, bilmək olmaz. İnşallah, arzu eləyirik. Allah'a qismət eləsin. Amin, amin, amin. Təşəkkürlər, bir daha təbriklər, minnətdarım. Sağ olun, çox sağ olun. Siz sağ olun. Ay maşallah, gördünüz? Gördünüz necə gözəl, belə ürəklə, canla, başla danışırdı dinləyicimiz. Özümün də xoşuma gəldi. Əla. Dinləyici, izləyici, aləmi qatacam bir-birinə. Hər nəysə, siz həm bizi dinləyə bilirsiniz, həm də izləyə bilirsiniz hazırda. Instagram, misal üçün, üzərindən izləməyiniz mümkündür. Ümumilikdə Instagram olsun, Facebook olsun, TikTok səhifələri üzərindən təbii ki, bizi izləməyiniz olur. Və təkcə hazırda sizə təqdim etdiyimiz tirajlara deyil də, ümumi paylaşımlarımızı izləyə bilərsiniz. Çox danışmadan keçid alıram növbəti hədiyyəmizə. Növbəti hədiyyəmiz, Airfray'dir Xiaomi markasından. Başlayaq mı? Başlayaq. Başla komandası verək ki, siz də bizim hədiyyəmizi, necə deyərlər, qazandığınız halda sevinin. Biz də sevinək ki, kiməsə növbəti hədiyyəni qazandırdıq. Sadəcə olaraq alış-verişinizi sərfəlli şəkildə Almarketdən etməyiniz lazımdır. Təbrik edirəm sizi. Siz kimsiz biz hazırda bunu bilmirik, amma Almarketin əməkdaşları biləcək. Çünki sizlə dərhal əlaqə saxlayacaqlar, ətraflı şəkildə məlumat da verəcəklər. Hər gün sərfəli alış-veriş üçün hara getmək lazımdır? Almarketlər şəbəkəsinə getmək lazımdır. Almarketə gedərkən istənilən filialımız fərqi yoxdur. Siyəzən dadlı toyuq məhsullarından da alın. Çünki hər 10 manatlıq alış-verişdə bir şans qazanırsınız ki, bugün də sizə, bax Vüsal bəy kimi zəng edək ki, siz qalibsiz. Unutmayaq ki, 16 aprel tarixi də daxil olmaqla alış-veriş edənlər arasından hazırda bizim iştirakçılarımız iştirak etdiyinə görə onlar arasından qaliblərimiz seçilir. Növbəti hədiyyəmiz olacaqdır, amma qalbimizdən danışığımız var. Kimdən danışacağım? Şirvandan Jalə xanım. Necəsiz ay Jalə xanım? Sağ olun, siz yaxşı olasınız. Deməli, hazırda haradaydınız? Burası soruşmaq əyib olmasın. Hazırda təcrübədə. Harada? Təcrübədə. Təcrübədə. Hə. Telefonunuz nədir? S24. Hə, iPhone istəyirdiniz. Özdə 17. Birbaşa quşu gözündən vurmaq buna deyirlər. Qara rəngdə iPhone 17, 256 yaddaşlıq sizindir, təbrik edirəm. Xoş xəbərlər eşidəsiniz. Bizim səsimizi tez-tez eşidəsiniz. Lotereyalarımıza iştirak edin, zəng edək ki, qalibsiz. Təşəkkür edirəm. Mən təşəkkür edirəm, bir daha təbriklər. Alış-verişi özünüz etmişdiniz, Ralə xanım, yoxsa evdən kimsə alış-veriş etmişdi? Bəzən özümdə edirəm, bəzən də evdəkilər. İndi daha ətraflı şəkildə bizim əməkdaşlarımız biləcəklər. Amma bilirsiniz ki, 18 yaşdan yuxarı təbii ki, hər kəs qoşula bilir bu problemi. Sadəcə olaraq vəsiqəniz üzərinizdə olsun. Yaxşımı hədiyyəni götürməyə gələndə? Aha, tamam. Tamam, təşəkkürlər. Şirvana qucaq da olsun. Salamlar, sevgilər, çox sağ olun. Bax, belə növbəti qalbimizdən də danışdıq. Özdə qaliblərimizin özü də belə, maşallah, səsləri gür gəlir. Bugün hamının da deyilən sənə də elə hədiyyə versilər, sənin də səsin daha da gür gələr. Hələ mən hədiyyə təqdim eləyən tərəfəm, gör hədiyyəni alsam necə olar. Növbəti hədiyyəmiz Ət Çəkən Boş firmasının olacaqdır, vaxt itirmədən. Başla komandası deyərək, biz artıq növbəti hədiyyəmizin də oynanılması üçün davam edirik və sonda Çanqan Yunizə avtomobili qazana bilərsiniz, unutmayın, hələ də şansınız var. Və budur, Ət Çəkəni qazanan şəxs sizi də təbrik edirik, Boş firmasındandır. Bax belə, hədiyyələrimiz qazanılıb. Deməli, iPhone 17, AirPods 4 Apple-dan, soyuducu LG firmasından, mikrodalğalı soba LG firmasından, daha sonra Airfryer qazandı Xiaomi firmasından, Ət Çəkən Boş firmasından qazanmışsınız. Hər birinizi təbrik edirəm. Artıq 2 qalibimizlə də danışmaq şansımız oldu. Davam edirik alış-veriş kartı. Biz sizə alış-veriş kartı təqdim edirik ki, onsuz da bilirsiniz ki, Almarketlər şəbəkəsində hər gün sərfəli alış-veriş etmə imkanınız var. Bu kartla da siz gedib elə o sərfəli alış-verişinizi davam edə bilərsiniz. Xeyirli günlərdə əsas odur ki, istifadə edəsiniz. Məncə vaxt itirməyək. Elə növbəti yarışma üçün, növbəti daha doğrusu hədiyyəmiz üçün başla komandasını deyək və davam edək.
Çünki səhərdən də hədiyyələrimizi davam edirik. Ümumilikdə bizim hədiyyələrimiz, bilirsiniz ki, 41 möhtəşəm hədiyyəmiz var və ən sonda Canqan Unize avtomobili qazana bilərsiniz. Burada çətinləşən yoxdur. Təbrik edirəm, növbəti artıq qalbimizdə var və bir daha xatırladıram ki, bugünə qədər qoşulan və bundan sonra da qoşulacaq bizim axı 3 tirajımız var. İkinci tirajlara qalib olmadınız. Misal üçün elə deyək, şərdə məsələn xeyir gəlməz misalı. Amma ən sonuncu tiraja qədər, bugünə qədər iştirak edən hər kəs iştirak edə bilər. Sadəcə olaraq Siyəzən dadlı toyuq məhsullarından alış-veriş edirsiniz. Hər 10 manatlıq alış-veriş bir şans qazandırır sizə. Bu qədər asan, bu qədər rahat. Vəssalam. Növbəti hədiyyəmiz də olacaqdır bizim alış-veriş kartı və davam edək. Başla komandasını verək, növbəti qalbimizi seçək. Vaxt əslində çox uzatmaq istəmirəm. İstəyirəm ki, siz də həyəcanla necə ki bizi izləyirsiniz, qoy sizə də zəng gəlsin ki, sizi təbrik edirəm, qalibsiz. Özü də hərə də öz işində, gücündə deyə yeri gəlmişkən. Təbrik edirəm, təbriklər, təbriklər, təbriklər. Bir də görürsünüz ki, baxıram ki, yazırlar ki, mən izlədim bütün tirajı. Mən canlı yayımlarda izlədim, amma mənə zəng gəlmədi, heç məni yığmadılar. Gün o gün olsun ki, sizi yığaq. Sizi qalib edək. Təbii ki, mənim heç kimdən ümumiyyətlə xəbərim olmur. Bizim əməkdaşlarımız sadəcə olaraq orada dərhal zəng etməyə çalışırlar. Əgər siz cavab vermək imkanında olursunuzsa, sizlə də canlı-canlı danışmaq şansımız olur. Amma bundan əvvəlki proqramımızda yadımdadır ki, canlı-canlı bizi izləyənlərə də qismət olmuşdu. Zəng etmək, bəlkə də elə bizi canlı-canlı izləyənlərə növbəti zəngimiz gedə bilər. Yenidən növbəti hədiyyə üçün, növbəti hədiyyəmiz də gəlmişkən alış-veriş kartıdır. Başla komandasını verək. Başla komandasını verərək gözləyirik, diqqətlə gözləyirik. Loteriyamızda 41 möhtəşəm hədiyyə var və ən əsası, ən möhtəşəmi Canqan Unize avtomobilidir. Bunu unutmayaq. Təbriklər, təbriklər, təbriklər. Növbəti hədiyyəmiz də qazanıldı. Yeri gəlmişkən bölgələrimizdən idi bundan əvvəlki 2 qalbimiz, yəni danışdığımız təbii ki. Digərlərini dəqiq bilmirəm, onu əməkdaşlarımız daha dəqiq bilir. Bu o deməkdir ki, bölgələrimizdə də, yəni istənilən ən ucqar kəndimizdə belə Almarketlər şəbəkəsinin filialları var ki, siz hər gün sərfəli alış-veriş edəsiniz və unutmayın ki, Siyəzən dadlı toyuq məhsullarından da alaraq Siyəzən dadlı toyuq Alqazan stimulasiya loteriyasında iştirak etmək şansınız var. Hər 10 manatlıq alış-veriş bir şansdır. Daha çox alış-veriş, daha çox şans deməkdir. Bax belə, davam edirik. Davam etdiyimiz halda hədiyyəmiz qalıb. Gürdən deyirəm, hədiyyə qalması. Hələ hədiyyəmiz var. Davam komandası verək. Daha doğrusu başlat. Başlat. Hələ davam etməyimiz üçün neçə hədiyyəmiz qalıb? 4. Deyəsən, bu qazanılandan sonra 3 hədiyyəmiz qalacaqdır. Yəni, hazırda bu hədiyyəmiz 10-cu hədiyyədir. 10-cu qalibin təqdim olunacaq hədiyyəsidir və təbrik edirəm sizi, siz də bizdən, hər kimsizsə, alış-veriş kartı qazandınız. Təbriklər, təbriklər. Əməkdaşlarımız yenə də zəng edirlər ki, biz növbəti qaliblərlə də danışa bilək. Amma bugün qalib ola bilməyəcəksinizsə, yenə də üzülmürük, çünki bizim hələ növbəti tirajımız da olacaqdır. Danışıram növbəti qalibimizlə, kimlə danışacağım? Aha. Hardan? Xankəndi. Ay, nə gözəl hissdir. Xankəndinə zəng etmək, oradan kimlə danışıram? Ceyhun bəy. Salam, necəsiz? Çox sağ olun. Siz də sağ olun. Söhbət eləməyək. Buyurun, buyurun. İş başındasınız deyəsən. Bəli, restorandayım, onun üçün. Hə, restorandasınız. Hə, bəli, bəli. Mənim səsimi hamı eşidir. Bəli. Mənim səsimi hamı eşidir orada. Niyə narahatsınız? Özü yaxşı şey üçün zəng eləmişəm sizə. Sizi təbrik eləməyə zəng eləmişəm. Çox sağ olun. Birinci dəfədir ki, belə bir şeylə rastlaşdım, ona görə. Hə, elə dedim deyəcəksiniz ki, birinci dəfədir qızla danışıram. Hə, heç nə. Deməli, Airfrey qazanmışsınız. Təbrik edirəm sizi. Çox sağ olun. Allah kömək olsun. Xeyirli günlərdə istifadə eləyəsiniz. Çox sağ olun. Alış-verişi hardan etmişsiniz? Xankəndindən? Bəli, bəli. Xankəndindən mən özümdə restoran işlədirəm. Aha. Ay maşallah. Restoranı elə düz Almarketin böyründədir. Mən alış-verişi Almarketdən edirəm. Düz eləyirsiniz. Hər gün sərfəli alış-veriş üçün nə eləməlisiniz ki? Başqa yerimi var. Dübbələm düz eləyirsiniz. Təbrik eləyirəm. Çox sağ olun, var olun. Qiyməti də münasibdir. Yəni hamısı, yəni məsələn çolpanı məsələn günə mən 5 dənə, 6 dənə, 7 dənə, 8 dənə. Siyəzən dadlı toyuq məhsullarından gün ərzində çoxlu-çoxlu alırsınız. Restoranda tələb olunur.
Əla, əla. Ağzınız dada gəlsin, nə gözəl. Təbrik eləyirəm sizi. Təşəkkürlər, çox sağ olun, minnətdarıq. Sizin də bugün nə gözəl qaliblərlə danışmışam, necə gözəl, həm belə səliz şəkildə fikirlərinizi izah edə bilirlər, çox xoşdur və fikir vermişsiniz, hələ Bakıdan qalibimiz yoxdur. Bəlkə də var, hələ ki danışmaq nəsib olmayıb, amma Bakı da daxil olmaqla istənilən bölgədən alış-veriş edərək siz də, amma unutmuruq, Almarketə gedirik, Siyəzən dadlı toyuq məhsullarından alırıq. Hər 10 manatlıq alış-veriş zamanı isə bir şans qazanırıq ki, sizə də zəng edək ki, siz bu hədiyyələrdən birini qazanmışsınız. Qalıb hələ hədiyyəmiz. Hədiyyəmiz 3 dənə hədiyyəmiz var. 13 hədiyyədir bugün sizə təqdim edəcəyimiz və 10 hədiyyəni təqdim etmişik. 3 şəxslə telefon bağlantısı etmişik və növbəti 3 hədiyyəni qazanmağımız üçün davam etməliyik. Başla komandası verərək biz başladıq alış-veriş kartı üçün. Həyəcanla gözləyirik. Həyəcanla gözləyirik ki, bəlkə bizi canlı hazırda, bax, telefonun başında izləyən şəxsə zəng eləyəcək elə. Yadıma istədim soruşam ki, haradasınız, amma hərəsi öz işində gücündədir. Təbrik edirəm, təbriklər. Bir də biz bizim efirimizə qoşulan şəxslərdən bir söz eşitdik, tam səmimi. Hər biri fərqli bölgədən idi, Şirvandan, Gəncədən, Xankəndindən və hər biri öz fikirlərini bölüşdülər ki, Almarketlər şəbəkəsində alış-veriş sərfəlidir. Bəli, hər gün sərfəli alış-veriş üçün Almarketlərə müraciət edə bilərsiniz istənilən filialımıza. Amma unutmuruq ki, bu loteriyada iştirak etməyiniz üçün Siyəzən dadlı toyuq məhsullarından 10 manatlıq alış-veriş etməyiniz bir şans qazandırır sizin üçün. Növbəti deməli, hədiyyəmiz üçün biz davam etməliyik. Son, deməli, 2 dənə alış-veriş kartımız qalıb. Amma mən bəlkə yenicə qoşulmuşsunuz. Ola bilsin ki, yenicə açıblar, misal Instagram səhifəmizə deyirlər ki, görəsən, xanım nə danışır? Mən deməli, sizin üçün nə danışıram? Loteriyamız bir ay ərzində sizə təqdim olunacaqdır və 41 möhtəşəm hədiyyələrimiz var. Möhtəşəm hədiyyələrimizdən iPhone 17, 256 yaddaşlıq 3 ədəd, artıq biri bugün oynanıldı, uduldu. LG soyuducu 3 ədəd, biri artıq təqdim olundu, qazanıldı yəni. Airfryer Xiaomi firmasından 3 ədəd, daha sonra mikrodalğalı soba LG firmasından 3 ədəd, ardınca davam edirik, hələ hədiyyələrimiz var. Ət çəkən Bosch firmasından 3 ədəd, daha sonra qulaqlıq Apple AirPods 4 qazana bilərsiniz, 3 ədəd və 100 manatlıq alış-veriş kartı. 100 manatlıq alış-veriş kartını isə 21 ədəd sizə təqdim edəcək ki, artıq bugün də bir neçəsini qazandırdıq. Hələ son 2 hədiyyəmiz də qaldı ki, o 2 hədiyyəmiz də məhz 100 manatlıq kartdır ki, siz Almarketlər şəbəkəsindən alış-verişinizi sərfəli şəkildə həyata keçirə bilərsiniz. Və sonuncu tirajda ən möhtəşəm hədiyyəmiz isə Changan Unize avtomobilidir ki, fonda da görürsünüz bu möhtəşəm hədiyyələri qazanmağınız üçün heç nə əlavə nəsə etməyə ehtiyac yoxdur. Sadəcə olaraq istənilən yolunuzun üstü ola bilər, iş yerinizə yaxın yer ola bilər, evinizin yanı ola bilər. Onsuz da evimizin 4 bir yanında maşallah olsun Almarketlər şəbəkəsini görürük. Gedib yaxınlaşırsınız və Siyəzən dadlı toyuq məhsullarından alış-veriş edirsiniz. Hər 10 manatlıq alış-veriş bir şans deməkdir. Bu şans vasitəsilə siz təbii ki, möhtəşəm hədiyyələrdən qazanırsınız. Nə bilim, iPhone 17 qazana bilərsiniz, soyuducu qazana bilərsiniz, Airfryer qazana bilərsiniz, mikrodalğalı soba qazana bilərsiniz, ət çəkən maşın qazana bilərsiniz, qulaqlıq və yaxud da 100 manatlıq al-kart qazana bilərsiniz və ən əsası Changan Unize avtomobili qazanmaq şansınız var. Bax belə, bizim son 2 hədiyyəmiz qalıb. Son 2 hədiyyəmiz isə al-kartdır, hansı ki 100 manatlıq. Davam edəkmi? Davam edək və başla komandasını verək. Son 2 hədiyyənin birini oynayırıq artıq. Və budur, saniyələr gedir. 5, 4, 3, 2, 1 və budur. Təbriklər. Əgər sizə bizim əməkdaşlarımız zəng edərsə, o zaman sevinin və vəsiqəniz üzərinizdə olsun. Bilin ki, siz bizim bax bu möhtəşəm hədiyyələrimizdən birini qazanmışsınız. Amma unutmayaq ki, əgər bizim hədiyyələrimizdən qazanmamışsınızsa və yaxud da qazanmışsınızsa, yenə də xeyirli yerlərə xərcləyəsiniz, xeyirli günlərdə xərcləyəsiniz, necə deyərlər, o zaman nə etmək lazımdır?
yenə də alış-verişi davam etdirmək lazımdır. Yenə də Almarketə gedirsiniz hər gün sərfəli alış-veriş üçün və Siyəzən dadlı toyuq məhsullarından alırsınız. Çünki qalib olsanız da olmasanız da avtomobil qazanmaq şansınız hələ də var. Ən son günə qədər vaxtınız var. Ən son günümüz isə 7 may tarixidir ki, 7 may tarixində də gedəcəksiniz. Daxil olduğum marketə alış-verişimi etdim və keçərlidir. Amma artıq 7 martdan sonra keçərli deyil bizim lotereyamız. Bax belə, sonuncu hədiyyəmiz qaldı. Bugünkü sonuncu hədiyyəmiz, yəni bu tirajda sizə təqdim edəcəyimiz sonuncu hədiyyəmiz yenə də alış-veriş kartıdır. Və davam etdiyimiz üçün başla komandası veririk. Başla komandası ilə biz sonuncu qalibimizi də seçəcəyik və sizə zəng gələcək. Sizə zəng gələcək ki, siz qalibsiz, sizi təbrik edirik. Və budur. Bugünün sonuncu qalibi sizi dövrəkdən təbrik edirik. Amma unutmuruq ki, bugün sizə zəng gəlmədisə üzülmürük. Əksinə, gedib alış-verişimizi hər gün sərfəli Almarketlər şəbəkəsindən edirik və alış-veriş edərkən də Siyəzən dadlı toyuq məhsullarından alırıq ki, həm ağzımızda da gəlsin, həm də bax bu möhtəşəm hədiyyələrdən qazanmaq şansımız olsun. Siyəzən dadlı toyuq məhsullarından 10 manatlıq alış-veriş etdiyiniz halda bir şans qazanırsınız. Təbii ki, bax, axırıncı dəfə Ceyhun bəy də səhv eləmirəmsə Xankəndindən qoşulan dedi ki, mən hələ hər gün restoranda alıram, daha çox istifadə edirəm. Daha çox alış-veriş, daha çox şans deməkdir. Bax belə. Və bugün qalib olanlar bir daha xatırlatma edirəm ki, 16 aprel tarixi də daxil olmaqla alış-veriş edən şəxslər arasından seçildi. Əgər siz 16 aprel tarixinə qədər, yəni o tarixdə daxil olmaqla alış-veriş etməmişdinizsə və yaxud da etmişdinizsə, sizə zəng gəlmədisə, yenə deyirəm, üzülmürük. Çünki bizim növbəti tirajımız olacaqdır və bundan əlavə 2 tirajımız da var, hədiyyələrimiz davam edəcəkdir. Bəlkə də şans sizin gələn dəfə üzünüzə güldü və ən sonda Çanqan Unize avtomobilini qazanmaq şansınız var. Sadəcə olaraq alış-verişi edib öz şansınıza güvənməyiniz yetərlidir. Və mən artıq hədiyyəmizin hər birini təqdim etdiyim üçün yenidən sözü verəcəm bizim komissiya sədrimiz Bəhram bəyə. Bəhram bəy, oyunlar necə keçdi? Hədiyyələrimizlə bağlı fikirləriniz, ümumiyyətlə oyunumuzla bağlı fikirlərinizi buyurun olar. Azər xanım, birinci çıraq tam şəffaf keçdi. Gördüyümüz kimi 13 dənə qalib bugün müəyyənləşdi. Bəziləri ilə telefon vasitəsilə əlaqə saxladınız, bəziləri ilə danışa bilmədiniz. Narahat olmasınlar. Yəni bugündən biz onları gözləyirik. Yəni buyura bilərlər. Almarketə, yəni məhdud məsuliyyət cəmiyyətinə orada telefonlar da var. Yəqin veb saytında görə bilərlər, müraciət eləsinlər. Sənədlərlə bir yerdə, yəni sənədlər neydən ibarətdir? Öz şəxsiyyət vərəqəsi ilə. Qalib olan şəxs. Bəli. Ancaq özü buyura bilər bizə. Bizdəki, yəni ki, 93 günü müddətində hədiyyəsini verə bilərik. Amma indi yoxlayaraq, baxaraq, əgər tezdirsə, tez bir zamanda yəni verə bilərik. O da ki, avtomatik olaraq istəsə, ikinci tirajda da yenə də oynaya bilər, yenə də uda bilər hədiyyəsini. Mən bizim deməli, efirimiz başlayanda da qeyd etmişdim ki, 18 yaşdan aşağı olmaz. Bəli. Əgər misal üçün hər hansısa bir uşaq qoşulubdur bilmədən, belə olduğu halda bizim orada şərtlərimiz də var, düzdürmü? Bəli, bəli. Orada şərtlərdə yazılıb ki, 18 yaşdan aşağı olan insanlar bu lotereyada iştirak edə bilməz. Yəni o zaman siz qalib olsanız belə şansınız olmayacaqdır. Odur ki, ola bilsin biz övladımızı göndərik, gedib o alış-veriş edir, 15 yaşı var. Misal üçün gələndə artıq QR kodu özümüz skan edirik, öz vəsiqəmizin PIN kodu ilə keçid alırıq ki, vəsiqəmizi təqdim edərək hədiyyəmizi də 90 iş günü ərzində ala bilək. Bəli, bəli, tamamilə düzdür. Təşəkkür edirəm. Mən də belə fikirləşirəm ki, digər komissiya üzvləri də müəyyən bir yerdə 4 dənə komissiya müəyyəndən başqa onlar da elə burada idilər. Biz belə başa düşdük ki, yəni birinci tirajı bağlı elan edə bilərik. Təşəkkür edirəm. Çox sağ olun. Həm sizə, həm də digər komissiya üzvlərinə təşəkkür bildirirəm ki, oyunumuzun əvvəlindən sonuna qədər bizimlə bərabər oldunuz və bir daha sonda qazanan hər kəs ürəkdən təbrik edirəm. Xeyirli günlərdə istifadə edəsiniz qazandığınız bu hədiyyələri, xeyirli günlərdə alış-verişlər edəsiniz və unutmursunuz ki, hələ də alış-verişlərinizi siz hər gün sərfəli alış-verişlərinizi, belə deyim, daha dəqiq olsun, Almarketlər şəbəkəsindən etməlisiniz və alış-veriş edərkən unutmursunuz ki, Siyəzən dadlı toyuq alqazan stimullaşdırır
bağışlayıcılıq lotereyasına qoşulmaq üçün Sezam dadlı toyuq məhsullarından alış-veriş etməlisiniz və bu məhsullardan 10 manatlıq alış-veriş etdiyiniz halda belə artıq bir şans qazanırsınız avtomatik olaraq ki, bu möhtəşəm lotereyada iştirak edəsiniz və hədiyyələrdən də qazanasınız. Bax belə, növbəti tirajda yenidən canlı yayımımızla görüşmək ümidi ilə sizinlə mən edim Aysel Şahin və unutmayın ki, bizi sosial şəbəkələrdən izləyin ki, bütün informasiyaları da sizə orada dəqiq şəkildə çatdıraq. Hələlik.